Salam müəllimlər, hər vaxtınız xeyir. Bugün sizdən 504 kitabından birinci dərsin izahına baxacağıq. Keçid eləyək birinci dərsə. Əvvəlcə sözlərin tərcüməsinə baxırıq. Biraz daha ekranı böyüdəcəm. Aha. Ümumiyyətlə, sözləri öyrənərkən sözlərin qarşısındakı definitionu başa düşmək, yəni sözü tərcüməsini deyil də mənasını başa düşmək və həmçinin aşağıda verilən cümlələrə, nümunələrə diqqətlə tərcümə eləmək, diqqətlə baxmaq çox vacibdir. Çünki sözü öyrənirik və yadımızdan çıxa bilər. Amma nümunənin içərisində, cümlənin içərisində oxuyanda hansı mənada işlənə bilər, tam dərk eləyəndə o söz bir də yadımızdan çıxmayacaq. Abandon tərk etmək deməkdir. Və görürsünüz burada tərk etmək, çıxıb getmək, geri qayıtmaq planı olmadan getmək. When Roy abandoned his family, ailəsini tərk edəndə. The soldier couldn't abandon his friends. Döyüşdə yaralanan dostlarını əskər couldn't abandon, yəni tərk etməməlidir, orada qoyub getməməlidir. Rose was poor, kasıb olduğuna görə she had to abandon her idea of going to college. Kollecə getmək ideyasını tərk etməlidir, yəni ideyasından əl çəkməlidir. Görürsünüz, təkcə haranısa real mənada tərk etməkdən, qoyub getməkdən söhbət getmir. Yəni fikrini də bir kənara qoymalıdır mənasında istifadə oluna bilir. Daha sonra can iti mənasında istifadə olunur və bir də çox mənasında, yəni duyğularla, hisslərlə bağlı olanda çox yüksək mənasında istifadə oluna bilir. Məsələn, biri var, deyirəm ki, keen knife, iti bıçaq və yaxud da a keen sense of smell, kəskin, yəni iti qoxu duyğusundan söhbət gedir. Yəni güclü qoxu duyğusu mənasındadır. Bill's keen mind, yəni iti ağlı mənasında istifadə olunur. Jealous qısqanc deməkdir. Bilirsiniz ki, qorxursan ki, sənin olan sevdiyin biri başqa birini tərcih edər. O duyğunun adıdır və yaxud da başqa kimsədə olan nəyisə də istəmək duyğusudur qısqanclıq. Məsələn, burada dedektiv qısqanc sevgili tərəfindən tutulmuşdu, belə deyək. Kim ki had abandoned her, onu tərk etmişdi, yəni sevgilisini tapmaq üçün tutulmuşdu. Also, my neighbors just bought a new... Baxmayaraq ki, mənim qonşularım elə yenicə təzə maşın alıblar. I am not jealous of him, onu qısqanmıram. Being jealous, yəni qısqanc olan Mona öz boyfriendinə, sevgilisinə icazə vermədi rəqs etməyə. Bu mənada istifadə olunur. Tact isə, tact nəzakətlilik deməkdir. Yəni, bilirsiniz necə? Hansısa bir vəziyyətdə sözü düzgün şəkildə necə ifadə eləmək qabiliyyətidir. Nəzakətli formada. Bir misal var, şirin dil ilanı yuvasından çıxardar. Yəni, o şirin dilli olmaq, hər kəsin öz dilini tapmaq bacarığından söhbət gedir. Məsələn, burada mənim xalam heç vaxtı heç kimin xətrinə dəymir. Çünki o hər zaman useless tact, yəni həmin o bacarıqdan istifadə edir. By the use of tact, yəni o nəzakətli bacarığından istifadə eləyərək, şirin dilindən istifadə eləyərək qısqanc ərini sakitləşdirə bildi. Your friends will admire you, sənin dostların sənə heyrandırlar, heyran olacaqlar əgər sən düşüncəli və nəzakətli olsan, yəni düzgün vəziyyətdə, düzgün yerdə, düzgün özünü aparıb danışa bilsən, bu bacarıqdan söhbət gedir, danışıq bacarığından. Oath isə söz vermək deməkdir, and, əhd mənasında istifadə olunur. Məsələn, the oath of office, bilirsiniz nədir? Rəsmi and içmə mərasimi olur, hansısa işə başlayanda, məsələn, prezidentin rəsmi and içmə mərasimi və s. ondan söhbət gedir. Witness took an oath that, yəni şahid and içdi ki, o yalnız doğrunu deyəcək, bu mənada istifadə olunubdur. When Terry discovered that he had been abandoned, Terry başa düşəndə ki, o tərk edilibdir, he let out an anger oath, yəni əsəbi bir söz verdi. Burada oath söz vermək mənasında istifadə olunur və mənfi və müsbət mənalarda bəzən istifadə oluna bilir. Yəni, biri var ki, müsbət mənada nəyəsə söz vermək, əhd eləmək. Biri də var ki, kiməsə də çox əsəbləşəndə, yəni onun qarasına deyinmək, onu yaxşı dayan gör, nə eləyəcəm filan, bax bu mənalarda bir
yəni nəyəsə də söz vermək mənasında da istifadə oluna bilir. Davam edirik vacant sözü ilə. Boş deməkdir. Yəni boş bir oturacaq ola bilər, boş yer ola bilər, boş iş yeri ola bilər, uyğun və s. Məsələn, burada someone is planning lot burada arsa deyirlər, ərazi, tarla ərazisi və s. mənasındadır. Yəni boş ərazi mənasındadır. Vacant lot. Vacant seat boş oturacaq mənasındadır. Sonra when the landlord broke in, he wanted landlord içəri daxil olanda o found apartment vacant, yəni mənzili boş tapdı mənasında istifadə olunubdur. Hardship isə çətinlik deməkdir. Çətinlik və yaxud da problem mənasında istifadə oluna bilir. Məsələn, fighter had to face many hardships. Döyüşçü çox çətinliklərlə üzləşdi, çox problemlərlə üzləşdi çempion olmazdan öncə. Və yaxud da Abe Lincoln overcome öhdəsindən gəlmək deməkdir. Yəni one hardship after another, bir-birinin ardınca ard-arda çətinliklərin, problemlərin öhdəsindən gəldi. On account of hardship, çətinlik, problemlər sayəsində belə deyək, bu mənada istifadə olunur. Yəni hansısa bir problemə görə, səbəbi ilə daha doğrusu. Gallant isə cəsur, cəsarətli mənasında istifadə olunur və bir də ki, qadınlara hörmət edən biri kimi tərcümə olunur. Bir cəsur, cəsarətli, bir də xanımlara hörmət eləyən gentleman. Burada məsələn to save his body, pilot öz dostunu xilas eləmək üçün swear and içmək deməkdir. A gallant oath, yəni cəsur bir söz verdi mənasında. Many gallant knights, bir çox cəsur cəngavərlər. Sonra Ed is so gallant that, elə cəsur idi ki, daha doğrusu burada artıq cəsur deyil də, daha çox nəzakətli, xanımlara hörmət edən biri idi ki, öz oturacağını metroda yerini bir xanıma verdi. Data isə faktlar və məlumat, informasiya mənasındadır. Məsələn, bank oğurluğu barədə haqqında olan məlumat, faktlar və yaxud da məlumatları oxuyandan sonra bitirə bildik. Unless if not deməkdir. Əgər sənə bütün məlumatın hamısı, yəni bütün məlumat verilməsə, sən bu problemi həll edə bilməyəcəksən. 10-cu testdə unaccustomed, ümumiyyətlə accustomed be used to, yəni nəyəsə hansısa bir duruma alışqın olmaq, öyrəncəli olmaq mənasındadır. Unaccustomed isə bunun əksidir, yəni hansısa bir duruma alışqın, öyrəncəli olmamaq. Məsələn, nümunəyə baxırıq. Alaskadan gələn Cloudy Floridanın istisinə was unaccustomed, öyrəncəli deyildi, alışqın deyildi. Və yaxud da kral insanların ona disobey, yəni ona baş qaldırmasına, itaətsizlik etməsinə alışqın deyildi. Və yaxud da he was to exercise, we quickly became tired. Yəni idman etməyə alışqın olmadığına görə weak çox tez yoruldu. Bachelor isə subay adam, subay kişi deməkdir. A man who was not married, evlənməmiş adam. Məsələn, mənim qardaşım take an oath, bu and içmək deməkdir. Subay qalacağına and içdi. Sonra married man, evli kişi subayla səhv salınmışdı. Before the wedding, toydan əvvəl onun bütün subay dostları parti etdilər. Qualify isə feil olaraq uyğun gəlmək, uyğunlaşmaq bu mənada istifadə olunur. I am trying to qualify for the job. No vacant, hal-hazırda boş olan yer üçün, iş üçün uyğun olmağa çalışıram. Və yaxud da she will never qualify for the girls' chorus. Qızların xor qrupuna üçün heç vaxtı uyğun olmayacaq. Və yaxud da you have to be taller than 5'5 to qualify. Polis olmaq üçün boyun bu göstəricidən daha uzun olmalıdır, uyğun ola bilmək üçün. Və daha sonra gəlirik həmin sözlərin istifadə olunduğu mətnə baxacağıq. My brother, the gentleman, mənim qardaşım, gentleman. Bu hekayə Sir Walter Raleigh haqqındadır.
Kim ki öz üst geyimini, ə, deməli, üst geyimini Kraliça Yelizabet palçıqlı yerdən keçərkən, yəni çətinlik yaşamışdı. Həmin çətinlikdən onu qurtarmaq üçün öz paltosunu Kraliça Yelizabetin ayaq altına sərən adamdan danışır. Sir Walter'dan danışır. Hansı ki an award as a man of tact and good breeding. Yəni good breeding tərbiyə mənasında, tərbiyəli, yaxşı tərbiyə olunmuş və tact də bilirsiniz ki, yenə də nəzakətli biri mənasında. Yəni yaxşı tərbiyə olunmuş və nəzakətli biri kimi mükafata layiq görülmüşdü, bu mənada istifadə olunur. Uyğun gəlirdi, yəni o keyfiyyətlərə. Mənim qardaşım Kenny də bir subay oğlan idi, hansı ki tarixə marağı olan, keen interest, bilirsiniz ki iti marağı, çox marağı olan bir gənc subay oğlan idi. Was impressed that anecdote, bu anekdotdan təsirləndi və düşündü ki o öz excellent upbringing, yəni yaxşı, mükəmməl yetişdirilmə tərzini, mükəmməl tərbiyəsini paralel buna bənzər bir situasiyada nümayiş etdirə bilər. Və buna uyğun olaraq da qərara gəldi ki, öz yerini yaxınlıqda dayanan qadın üçün, yəni onun xətrinə metroda öz yerini tərk eləsin, yəni yerini xanıma versin. Baxmayaraq ki, unaccustomed to such generous treatment, bu belə bir generous, yəni belə yaxşı, belə mədəni bir davranışa alışqın olmayan, öyrəncəli olmayan gənc qadın was pleased to accept, yəni məmnun oldu Kenny'nin bu təklifini qəbul etməyə məmnun oldu, yəni təklifini qəbul elədi. However, baxmayaraq ki, onun qısqanc sevgilisi swear and nails under his breast. Under breast fısıltı ilə demək, yəni dodağının altında neynədi? Deyindi mənasında. Bayaq demişdik axı, ağız həm müsbət, həm mənfi mənada istifadə oluna bilər. Biri var nəyəsə söz vermək, biri də var yarı təhdid eləmək kimi bir şey, yəni deyinmək. Çünki o düşünmüşdü ki, mənim qardaşım onun sevgilisi ilə flirt etdiyini düşünmüşdü. I don't have any data, yəni mənim bir məlumatım yoxdur ki, belə bənzər deməli, cəsur jestin qarşılığında bənzər pis duruma, çətin duruma düşən neçə nəfər var, yəni bunların sayı ilə bağlı bir məlumatım yoxdur. But it is probably one in a thousand. Amma bu çox güman ki, mində bir olar. Yazıq Kenny deyir, indi həmin o boş yerə tamaşa edir, yəni boş yerə baxdı. Bu mənada istifadə olunur və görürsünüz ki, bütün öyrəndiyimiz sözlər də bu mətnin içərisində istifadə edilibdir. Belə müəllimlər, ikinci dərsin sözlərini öyrənərkən görüşənədək.